futbolçularımızın legioner həyatı yaşamasına təşviq edirik. Amma legioner futbolçunun da milliyə çağırılması mütləqdir ona. Biz bunu dəvət etməliyik. Mahir Almaniyada çətin dönəmlər, çətin günlər yaşayırdı. Əslində komandanın ən bahalı futbolçularından biridir. Baş məşqçinin İsraillə Kaiserslautern klubuna dəvət olunmuşdu, amma şans almırdı. Bir ciddi səbəb olmadan şans almırdı. Belə məqamda düşünürəm ki, Ayxan Abbasov Mahiri dəvət etməklə həm də bir ciddi siqnal verirdi komandasına və bildiyim qədərilə elə bu məlumatı həm də ekskluziv olaraq elə Sport Info TV vasitəsilə izləyicilərimizlə bölüşüm ki, məhz Ayxan Abbasovun Mahiri milliyə davamlı çağırmasından sonra, xüsusilə Fransa və Ukrayna ilə oyunlarda və Fransa oyunda startiyyətlə meydana çıxartdı. Məhz həmin sikldan sonra Mahir artıq millinin düşərgəsində olanda artıq milliyə Mahir Əmrəliyə mesaj ötürülmüşdü ki, kluba qayıdandan sonra idman direktoru tərəfindən sənin gəlişindən sonra baş məşqçi sən və klub rəhbərliyi tərəfindən üçlü bir iclas keçiriləcək, bu duruma aydınlıq gətiriləcək. Belə şey necə ola bilər ki, həm bahalı futbolçumuzsan, milli komandaya dəvət alırsan, Fransaya qarşı start heyətinə meydana çıxırsan, amma klubunda oynamırsan. Burada problem nədir? Əslində Ayxan Abbasovun da qərarının arxasında bu məqamlar dayanır ki, belə məqamda dəstək olmaq lazımdır milli futbolçularımıza. Düşünürəm ki, hardasa effekt verdi. Və Renat Dadaşov, necə düşünürsən? Ümumiyyətlə, Mahirlə bağlı sanki çox gedirik, amma hər nə qədər formada olmasa da, problemləri olsa da, bu günləri görürsən ki, hücum xəttində o futbolçularımız yoxdur. Mahirin ən azından gözləyirsən ki, 15 dəqiqə nəsə etməsə də bir uzaqdan zərbəsi mi olar, nəsə olar. Yəni, Mahiri çağırmamaq olarmı milli komandaya, yəni, hazırki dönəmdə, ümumiyyətlə? Yox. Yəni, istəyən halda razıyam, Mahirin bugünə klubda oynamasa da belə, bilirsiniz, o Almaniya futbolunun həyəcanını yaşamaq, Bundesliga 2 birlikdə səviyyəsi, 2-ci Bundesliga olsa da bu gün hansı səviyyədədir. Yəni, orada bir də Kaiserslautern, Nürnberg, bunlar elə klublar deyirlər. Yəni, orada məşq prosesində iştirak edən, məşq hər nə qədər desələr ki, yəni, oyun başqa, məşq başqa, oyun Kaiserslauternin məşqi belə, yəni, futbolçuya çox şey qazandırır bilər. Yəni, ona görə bu günləri Mahir, biz hər nə qədər də tənqid olunsa da mən düşünürəm ki, Mahir bunu ölkədə istedadlı, o dövrü, yaş dövrü keçib, amma yəni, belə deyək, ən yaxşı futbolçulardan, yəni, bir-iki futbolçudan biridir. Yəni, həqiqətən adamın, yəni, bacarığı var, sol ayağı var. Yəni, biz onun üçün Legio'da oyunda bunu göstərib, yəni, dəfələrlə, Nürnberg'də oyunda burada qollarla bunu göstərib. Adamın potensiyalı var, qol potensiyalı var. Hücumda bizim, elə deyək, hücum fazamızı genişləndirə bilər, gücümüzə güc qata bilər. Yəni, ona görə mən onun tərəfdən hər necə olsun, biz Mahir kaprizləri olsa da belə bu günləri millidə start heyətini oynamalıdır. Məsələn, Mahirdir, sənin o sözə qüvvət, fərqli, yəni, Legio'nun həyatı olsa yoxdur. Bu qıraqda biri Almaniyadır, biri Xorvatiya. Xorvatiya çempionatdan, məsələn, mən biraz Ayxan Abbasov yükləmək kimi olmaz, özüm baş məşqçi. Xorvatiya çempionatda oynayan futbolçunun, yəni, mən səviyyədə ikinci futbolçunun yoxsa, mən onu necə ehtiyatda oturursun? Onu ehtiyatda oturursun, deyək ki, hansılar deyək ki, yerli çempionatda, nə bilim, at çəkəcən klublardan sencə bilər, en komandanın, Premier Ligada oynayan bir komandanın futbolçunu bıraxsa meydana. Ona görə mən ki, 18 nəfərimiz bunlar davamlı start heyətində oynamalıdır. Yəni, çünki özür etiraf edir ki, gedib orada ehtiyatda oturmur, yəni, oynuyor. Yəni, ona ikinci hissədən girir, oynuyor əvəzdən, amma adam oynuyor. Yəni, ona görə bəli, belə gələn futbolçularımız sayı azdır, 2 nəfərdir və onları davamlı oynatmaq lazımdır milli komandada.